erməni dilə gəlib bizə deyir ki, bu adamı niyə buraxırsınız? Bu qatildir, bu şərəfsizdir, bu alçaqdır, bu əclafdır. Hətta pis bir söyüş də söyür orada, biz burada deyə bilmirik. Bütün bunları bir erməni eləyir. Bəs yaxşı, onda biz niyə buraxdıq bu Xaçatryanı? Buyurun. Bu müraciət ondan xəbər verir ki, ermənilər də erməni xəstəliyindən əziyyət çəkir. Paşinyan Vaqif Xaçatryanın azadlığa çıxmasını hər halda Amerika səfərində gündəmə gətirmişdi, daha bir neçə nəfərin. Onların içərisində də Azərbaycan tərəfindən Vaqif Xaçatryan azadlığa buraxıldı, baxmayaraq ki, Vaqif Xaçatryan Ruben Vardanyandan da daha təhlükəli, cani idi, cinayətkar idi. Ruben Vardanyan öz resurslarından bir təşkilat başçısı və böyük bir şəbəkə rəhbərliyi edərək cinayətin içərisində idisə, Vaqif Xaçatryan Azərbaycanlı başını kəsən, türk başını kəsən caninin ta böyüklərindən biri idi. O, cəmiyyət üçün çox təhlükəli adamdır. Bu gün də erməni qadını görünür Paşinə yaxınlığına seçilən bir jurnalistdir. Vaxtilə Paşinyanın azad etdirdiyi Vaqif Xaçatryanın Paşinyanı dəstəkləyəcəyini düşünüb susurdular. Amma bugün seçki prosesində görürlər ki, onlar Köçəryana dəstək olur. Ona görə də bu bir hisslərin, duyğuların dilə gətirib müraciət edir və Azərbaycan tərəfinə deyir ki, daha onları buraxmayın. Çünki onlar gəlib Paşinyanı deyir, qarşı tərəfi dəstəkləyəcək. Qarşı tərəfdə Rusiyadır da, Rusiyanın adamları da, yəqin ondan narahatlar da. Bugün kim hansı tərəfin adamıdır, o bizim üçün maraqlı olmamalıdır. Bizim üçün maraqlı olmalıdır ki, tərəflər Azərbaycana qarşı hansı mövqe sərgiləyir. Elə bir durum yarana bilər ki, Azərbaycanın maraqlarına Köçəryan daha çox cavab verə bilər, nəinki Paşinyan. Amma bugün Azərbaycanın maraqlarına daha çox uyğun gələn qismən Paşinyandır. Bu baxımdan biz Paşinyanın seçimlərdə qalib gəlməsində maraqlı görünürük. Elə bir an gələr ki, Paşinyanı dəstəkləyən güclər Azərbaycana qarşı savaş eləyərlər. Və Azərbaycana qarşı savaş elədiklərinə görə Paşinyan da onların əsgəri kimi Azərbaycana qarşı çıxar. Bu baxımdan erməni siyasətini ermənilər üzərindən qurmaq doğru deyil. Erməni siyasətini ermənilər üzərindən siyasət quranların üzərindən qurmaq daha doğru olur. Və zaman gələ bilər ki, Qarabağ məsələsində, Güney Qafqaz məsələsində, bütünlüklə Rusiya-Azərbaycan ilişkilərində Rusiyanın mövqeyi Azərbaycana daha uyğun gələ bilər. Belə olduğu halda, təbii ki, Paşinyan bizə qarşı yönələcək dediyim kimi. Amerika bizə qarşı olar, Paşinyan onun yanında olar. Fransa bizə qarşı olar, Paşinyan ondan bir yerdə olar. Və bu baxımdan biz erməni siyasətini ermənilər üzərindən dediyim kimi dəyərləndirməməliyik. Hadisələr də göstərir ki, Amerika bir il bundan öncə Azərbaycana daha cazib görünürdü, amma bugün daha uzaq görünür. Və eyni zamanda bugün Azərbaycan dövlət olaraq Rusiya ilə və Rusiyada Azərbaycanla isti bir ilişki qurmağa meyil olduğunu biz görürük. Bunun da nədənləri araşdırılmalıdır. Əgər Azərbaycan-Rusiya ilişkilərində müəyyən bir sıcaqlıq olacaqsa, belə bir durumda təbii ki, Amerika hansı mövqe sərgiləyəcək, Batı hansı mövqe sərgiləyəcək və Paşinyan hansı mövqedə duracaq. Bunları biz zaman-zaman doğru və düzgün araşdırmalıyıq və erməni üzərindən ümumiyyətlə siyasət qurmamalıyıq. Rusiya ilə münasibətlərimiz yaxşılaşır deyirsinizmi? Ola bilər dedim ki, cəhdlər var, ola bilsin ki, yaxşılaşsın. Dünya siyasəti özəlliklə Orta Doğu üzərində cəryan edən hadisələr onu göstərir ki, dünənki dostlar bugün düşmən, dünənki düşmənlər bugün dost ola bilər. Çünki dövlətlərin maraqları önə çəkilir. Dövlətlərin maraqları önə çəkiləndə artıq dövlətlər arası ilişkilərdə də ciddi fərqlər yaranmağa başlayır. Dünənə qədər Hindistan Ermənistanla yaxın idi. Dünya siyasətində Rusiyanın yanında görünür, amma bugün Amerika və İsrailin yanında görünür. Onun kimi də Rusiya Amerika ilə qarşı durmaya gedirdisə, İsraillə yaxın münasibət saxlayırdı. Amma bugün İsrail Amerika cütlüyünün tam mənada birgə olması hər halda Rusiyanı da İsraildən müəyyən məsafə açmasına gətirən bir mövqedə olduğunu göstərir. Bunun kimi də digər bütün dövlətlərə biz bunu şamil edə bilərik. Eyni zamanda Azərbaycan Orta Doğu siyasətinin gerçəkləşməsinə qədər olan mərhələdə İsraillə fərqli bir siyasət içərisində idi.
Orta Doğuda başlamış siyasətdə Azərbaycan müəyyən mənada məsafələr almağa başladı. İran məsələsində də Azərbaycanın məsafəsi daha böyüdü. Buna görə biz hadisələrin, dünyada gedən proseslərin fövqündə dəyərləndirib, Azərbaycanın dövlət və milli maraqları kontekstində çıxış edib, həm qonşularımıza, həm də düşmənlərimizə doğru və düzgün qiymət verməyə bacarmalıyıq. Bu baxımdan əbədi düşmənlər və əbədi dostlar olmur. Bugünün Paşinyanı dost, yarının Paşinyanı düşmən ola bilər. Amma qaldı ki, erməni xalqının maraqları mən istəməzdim o vaxtda biz müzakirə yürüdək. O daha çox erməni siyasətçilərinin işidir. Amma bizdən məsləhət almaq istəsələr, təbii ki, biz onlara məsləhətlərimizi əsirgəmərik. Bütün hallarda ermənilərin bu cürə erməni xəstəlik üzərindən yürütdükləri siyasət erməni xalqını hələ də faciə sürüşləməkdə davam edir. Qafqazda erməni faktorunun gerçəkdən də yox olma təhlükəsi hələ də yaşayır. Bunu özləri yaşadır, özləri bu siyasətin içərisində yer alırlar. Mən də düşünürəm ki, bəzən düşmənin içərisində tərəflərin atdığı elə addımlar olur ki, o dostcasına görünsə də bəlkə də düşməncəsinə bir addım olur. Vaqif Xaçaduryan təbii ki, Azərbaycan üçün, dövlətimiz və millətimiz üçün böyük bir cinayətkar onunla yanaşı, erməni siyasətində də görünür təsir etmə imkanı var. Ki, bu jurnalist kanalında belə bir açıqlama verir. Biz ciddi araşdırma aparmalıyıq. Bütün hallarda mən hesab edirəm ki, erməni üzərindən, özellikle Zəngəzur dəhlizi üzərindən siyasəti yığışdırmaq lazımdır. Zəngəzur faktorunu nəzərə almadan, Zəngəzursuz Azərbaycan dünya siyasətində yeni bir siyasətdə yer almalıdır. İpək yolunun Zəngəzura alternativ variantlarına üstünlük verməlidir.